Salam dəyərli izləyicilər, hər birinizi bir daha xoş gördük. Çoxsaylı istəkləri nəzərə alaraqdan artıq kriptovalyuta üzrə təlim-tədris proseslərimizə bugündən başlayırıq. Ümumi həm kursumuzda, həm də canlı olaraqdan bütün kriptovalyuta üzrə bütün hər bir şeyin təlimini, tədrisini Pərvin müəllim aparacaq sizinlə. Sizi tanış etmək istədim. Ona görə də ilk dərs olaraqdan özüm kamera qarşısına çıxdım. Və bunu fikirləşdik ki, həm də onlayn olaraqdan pulsuz şəkildə YouTube kanalımıza sizlər üçün kriptovalyuta dərslərini yerləşdirək. Və bu dərs 1, dərs 2, dərs 3 başlığı altında davam edəcək və yeni bir playlist açacaq və buradan siz davamlı şəkildə dərslərimizi sıfırdan və pulsuz olaraqdan tam təmənnasız izləyəcəksiniz. Amma sizdən bir xahişimiz olacaq ki, hər bir videoya bəlli bir like gələndən sonra və bəyənmə olandan sonra növbəti videolarımızı paylaşacağıq. Çox danışmaq istəmirəm. Bu arada yadımdan çıxmışkən, videonun açıqlama bölümünə bizim Telegram kanalımızı yerləşdirirəm. Yeni açmışıq. Əlbəttə ki, yenə də sizin dəstəyinizi xahiş edəcəm. Və burada Telegram kanalımızda bütün siqnallarımızı, maliyyə bazarları haqqında fundamental analizlərimizi, hər bir şeyi çalışdığımız qədər sürətli şəkildə sizlərlə bölüşəcəyik. Çox başınızı ağrıtmayım. İndi videonu dayandıracağım. Sözü verəcəm Pərvin müəllimə. Özü sizinlə kriptovalyutadan sıfırdan başlayacaq. Bizi bəyənməyi unutmayın və videonu belə deyim, ola bilər Pərvin müəllimin yadından çıxar. İndi dərs 1 olaraqdan başlayacaq. 100 like gəldikdən sonra dərs 2-ni paylaşacaq. Ona görə də bəyənin və paylaşın. Sağ olun, bizi izləmədə qalın. Əlbəttə ki, Pərvin müəllimə sözü verirəm. Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Rüfət müəllimin qeyd etdiyi kimi bugündən etibarən kriptovalyuta haqqında dərslikləri mən icra edəcəm. Kriptovalyuta ilə bağlı bütün suallarınıza, bütün fikirlərinizə bizim baxış açımız açıqdır. Hər bir sualınızı cavablandıra bilərik və bununla bərabər də biz bura kriptovalyuta haqqında sıfırdan dərsliklər yerləşdirəcəyik. Və başlayaq inşallah. İlk öncə kriptovalyuta nədir? Bundan başlayaq. Kriptovalyuta rəqəmsal pul növüdür. Yəni, mərkəzi banklar tərəfindən idarə olunmayan pul növüdür. İnternet üzərindən göndərilə bilər, qəbul edilə bilər. Amma buna heç bir bank, dövlət və yaxud da digər vasitəçilər olmadan kriptovalyutalardan istifadə etmək olar. Ən əsas xüsusiyyəti kriptovalyutaların mərkəziyyətsiz olmalarıdır və şifrələnmiş formada pul köçürmələrinə təsdiq etməkləridir. Kriptovalyutalar dediyimiz kimi bankların və dövlətlərin nəzarəti olmadan icra olunur. Amma necə icra olunur? Blockchain texnologiyası ilə icra olunur. Yəni, blockchain dediyimiz şeydən başa düşürük. Bunu sadə formada izah etsək, bütün əməliyyatlar blockchain adlı bir kitabçada qeyd olunur, yazılır və bunların əsas xüsusiyyəti ondan ibarətdir ki, keçmişə aid heç bir şey dəyişdirilmir və bunların saxtalaşdırma prosesi çox çətindir, yəni mümkünsüz deyəcək qədər çox çətindir. Çünki kriptoqrafiya ilə qorunur. Kriptovalyuta müasir dövrdə əsasən nədən istifadə olunur? Kriptovalyutaların ən böyük xüsusiyyəti pul köçürmələrinin dünyanın istənilən yerinə rahat şəkildə köçürmək, az komissiyalardan istifadə edərək kriptovalyutalardan köçürmə əməliyyatlarını etmək və daha sadə formada kriptovalyutalardan köçürmələr etmək olur. Kriptovalyutanın bundan başqa nə kimi istifadə etmək olar? İnvestisiya vəsaiti kimi istifadə etmək olar. Yəni, kriptovalyutada müəyyən zaman ərzində investisiya edib qazanc əldə etmək olar və yaxud da günlük, həftəlik, aylıq treytlər edərək, yəni ticarətlər edərək, alqı-satqı edərək kriptovalyutalardan qazanclar əldə etmək olar. Kriptovalyuta risklidirmi? Bəli. Kriptovalyutanın bir çox riskli cəhətləri var. Yəni, qiymətlər çox sürətli şəkildə yüksələ bilər və yaxud da qiymətlər çox sürətli şəkildə enə bilər. Saxta layihələr ola bilər. Və ölkələr arasındakı qanunvericilikdə fərqli ölkələrdə fərqli olur. Yəni, bu risklərdən qaçınmaq üçün nə etmək lazımdır? Burada risklər olduğu kimi də böyük qazanc potensialları da vardır. Və bu böyük qazanc potensialına nail olmaq üçün kriptovalyutaları ilk öncə araşdırmaq, öyrənmək, sistemin necə işlədiyini təyin etdikdən sonra yatırımdan istifadə etmək olar. Çünki bu sahədə məlumatsız formada bu sahəyə daxil olan insanlar
təbii ki, itkilərlə rastlaşacaqlar və bunun üçün də mütləq kriptovalyuta təlimini alıb, daha sonra ondan yatırım kimimi və yaxud da köçürmə kimi, pul köçürməsi kimi istifadə etməyi tövsiyə edərdim. Kriptovalyutalarda necə qazanmaq olar? Ən çox istifadə edənlər tradinglə məşğul olurlar. Yəni al-sat deyək buna. Və tradinglər fərqli formalarda olur. Yəni bəzi traderlər var ki, spot alım-satımlar üzərində gün ərzində qiymət düşdü, aldı, qiymət yüksəldi, satdı, müəyyən mənfəət əldə etdi və bazardan kənarlaşdı. Və yaxud da uzun müddətli yatırımcı formasında kriptovalyutadan qazanmaq olar. Yəni buna da hodlçular deyilir. Yəni hər hansı bir valyuta cütlüyünü alırsan, uzun müddət əlində saxlayırsan, 3 ay, 5 ay, 1 il, 2 il, hətta 5 il, 10 il belə onu investisiya edib əlində saxlayanlar olur ki, və müəyyən zamandan sonra yüksək qazanclar əldə edə bilərlər. Ki, kriptovalyuta tarixinə baxanda da belə hallarla daha çox rastlaşmış oluruq ki, müəyyən zamanlarda çox aşağı qiymətlərdə olan bir valyuta cütlüyünü alıb, bir neçə ildən sonra 10 qat, 15 qat, 20 qat yüksək formada satış edənlər var. Kriptovalyuta sahəsində günlük trade edənlər və yaxud scalp trade edənlər, yəni scalp çox qısa müddətli bir trade edənlər deməkdir. Bunlar heç biri təsadüfən olan bir şeylər deyil. Yəni insanların bu sistem haqqında almış olduğu bir təhsilə əsaslanır, bir təlimə əsaslanır. Yəni texniki analizi öyrənənlər, indikatorlardan istifadə edənlər, müəyyən texniki analiz formalarından istifadə edənlər trade sahəsində qazanclar əldə edə bilirlər. Təbii ki, risk idarəsi mütləq başda gəlir. Bu trade nisbətən riskli sahədir, amma mütləq şəkildə təcrübə tələb edən bir sahədir. Yəni təcrübəsiz formada trade daxil olan insanların itkilə rastlaşması qaçınılmazdır. Onun üçün mütləq təlim almaq şərtdir. Bəs sual yaransa ki, bəs yeni yatırımcılar, məlumatsız yatırımcılar kriptovalyuta sahəsindən necə istifadə edə bilər? Onlara yalnız hodl məsləhət görmək olar ki, yəni aldın, saxladın, bir müddət sonra qazanclı olduğun zaman satasan. Bu hodl dedikdə də insanlar girib kriptovalyutadan istənilən bir şey alıb saxlayım, bundan mütləq qazanacam deyə bir şey yoxdur. Burada artıq fundamental analiz dövrəyə girir ki, siz aldığınız valyutanın nə olduğunu, arxasında hansı bir güc olduğunu, hər hansı kateqoriyada olan bir kriptovalyutaya aid olduğunu bilməlisiniz. Misal üçün, blockchain öz blockchaini olan bir valyutadırmı, yoxsa DeFi proyektidirmi, hər hansısa bir mərkəzi birjanın valyutasıdırmı, stabil coindirmi və s. və s. Kriptovalyutalarda bunlarla başqa hansı sahələrdə qazanclar olur? Yəni tradedən əlavə fərqli qazanc növləri də var kriptovalyutalarda. Buna staking demək olar. Yəni faizlə pul qazanmaq. Belə düşünün ki, əlinizdəki məbləği bir banka yatırmısınız və 3 ay aylıqmı, günlükmü, illikmi kriptovalyutanın üzərinə gələn faizlərdən siz müəyyən qazanclar əldə edirsiniz. Buna pasiv gəlir deyirik. Əlavə olaraq airdroplar və testnetlərdən istifadə edənlər var. Bunlar da hər hansı bir proyektlər, yeni çıxan bir proyektlər əsasən olur. Onların bizə verilmiş olduğu bəzi tapşırıqlar olur. O tapşırıqları, onlayn tapşırıqları biz yerinə yetirdiksə, həmin valyuta cütlüklərindən ədəd sayıları olaraq qazanclar əldə edirik. Bu da bir qazanma bir növüdür. Sonra kriptovalyutalarda mininglə qazananlar var. Artıq bu indiki dövrdə biraz müəyyən, belə deyim, xərci qazancından daha çox olduğu üçün çox adam istifadə etmir və bu biraz mürəkkəb bir işdir deyə bu hər adamın görə biləcəyi bir iş deyil. Daha sonra kriptovalyutaları hardan əldə edə bilərik? Kriptovalyutaları mərkəzi və mərkəzi olmayan birjalardan əldə edə bilərik. Yəni mərkəziyyətli və mərkəziyyətsiz birjalardan. Mərkəzi birjalar dedikdə nələr nəzərdə tutulur? Yəni Binance, Bybit, OKX, MEXC və s. digər birjalardan nəzərdə tutulur və mərkəziyyətsiz isə tamamilə blockchain üzərindən idarə olunan və üçüncü şəxslərin toxuna bilməyəcəyi bir formada idarə olunan bazarlardan əldə edə bilərik ki, buna da Dextos və digər mərkəziyyətsiz birjalar ki, hal-hazırda da kriptovalyuta sahəsində mərkəziyyətsiz birjalar daha da təkmilləşdirilib. Orada alqı-satqıdan əlavə də futures əməliyyatlarından istifadə olunur. Artıq kriptovalyuta bazarı nisbətən mərkəzi birjalardan mərkəziyyətsiz birjalara keçid dövründədir demək olar. Çünki bəzi təhlükəsizlik qaydalarına riayət olmayan bəzi birjalarda pis nəticələrlə rastlaşdı traderlər, yatırımcılar.
və artıq mərkəzəsiz birjalarda treydlərini eləməyə daha çox yönəlirlər. Bunlar haqqında növbəti dərslərdə danışacağıq. Kriptovalyutaları harda saxlamaq olar? Yəni əldə etdiyimiz kriptovalyutaları harda saxlaya bilərik? Bunun üçün əsasən kiçik yatırımcılar birjalarda, mərkəzi birjalarda, Binance, Bybit, OKX və s. kimi birjalarda kriptovalyutalarını saxlayırlar. Amma ən sağlamı şəxsi cüzdanlarda, yəni buna MetaMask kimi, Trust Wallet kimi cüzdanları misal çəkmək olar ki, şəxsi cüzdanlara saxlayırsınız. Çünki hər hansı bir zaman dövründə ən güclü dediyimiz birjanın belə bağlanma ehtimalları ola bilər ki, bu az bir faiz risk göstərmiş olsa da bilər ki, məşhur birjaların bağlanmağı biraz çətin məsələdir, amma mümkünsüz məsələ deyil. Çünki bir neçə il bundan qabaq FTX deyilən bir birjanın da birdən-birə qapanması və insanların əllərində olan vəsaitləri itirməsinə nəticələnmişdi. Amma siz şəxsi cüzdanlarda bunu saxlasanız, isti cüzdan və yaxud da soyuq cüzdan ki, bunlar haqqında da növbəti dərslərdə danışacağıq. Cüzdanlarda saxlamağınız daha məqsədə uyğundur. Bugünlük dərsimiz məncə bu qədər kifayət edər. Bu ümumi bir anlayış idi. Növbəti dərslərdə əgər yaxşı bəyənilər gəlsə, rəylər gəlsə, suallarınız aktiv olsa, kanalımızda izləmədə aktiv qalmış olsanız, növbəti dərslərdə kriptovalyutaları hardan araşdırırıq, hardan axtarırıq. Ən əsas bunu deyə bilərəm ki, kriptovalyutalarda fundamental analiz çox vacib bir şərtdir. Yəni texniki analizdən əvvəl gələn və texniki analizdən qat-qat vacib bir şərtdir. Bunlar haqqında danışacağıq. Valyutaları hardan axtarırıq, onların fundamental analizlərini necə edirik, güvənilir və yaxud da güvənsiz olmağını necə təyin edirik, hansı kateqoriyaya aid olduğunu və s. bunlar haqqında geniş məlumat veriləcək. Təbii ki, video 100 like keçərsə və tələbləriniz indiki kimi çox olarsa, bunlar haqqında da danışarıq. Növbəti videolarda görüşmək ümidi ilə hər biriniz sağ olun. Yeni videolarda görüşərik inşallah.